Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Martın 16-sından dünyada və Azərbaycanda Qlobal Pul Həftəsi başlandı. Bu, martın 22-sinə qədər davam edəcək beynəlxalq bir kampaniyadır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının maliyyə savadlığı üzrə beynəlxalq şəbəkəsi keçirir bunu. Əsas məqsədi də uşaqlara erkən yaşlardan maliyyə sahəsində bilik və bacarıqlar aşılamaqdır. Hər il Qlobal Pul Həftəsinin bir əsas mövzusu olur. Bu ilki mövzuda puldan danışağıdır. Belə bir deviz altında keçirilir və biz də bugün puldan danışacağıq. Burada mənimlə bir yerdə həmkarım Ziba Lətiflidir. Xoş gördük Ziba xanım. Xoş gördük Yadigar müəllim. Biz Ziba xanımla eyni komandada çalışırıq və bir ortaq cəhətimiz də var ki, hər ikimiz ixtisasca jurnalistiyik. Ziba xanım, Qlobal Pul Həftəsinin ilk günündə özünüz necə hiss edirsiniz? Çox gözəl hiss edirəm. Puldan danışanda hər birimiz düşünürəm ki, özümüzü çox yaxşı hiss edirik. Bayaq sloqana toxundum, puldan danışaq. Necə bilirsiniz? Ümumiyyətlə, uşaqlara puldan danışmaq doğrudurmu, doğru davranışdırmı? Sizin fikrinizi bilmək maraqlıdır. Bilirsiniz, Yadigar müəllim, düşünürəm ki, reallıqda olan hər bir şeydən gec-tez uşaqlarla danışmağa başlamaq lazımdır. Və bizim övladlarımız gələcəkdə əgər bu məfhumla tanış olacaqlarsa, onu bu məfhumla tanış etməyin ən gözəl yolu valideynin seçdiyi yoldur. Pulun dəyərini, pulun necə xərclənməli olduğunu, pulun daha çox gəlir gətirməyinin hansı üsullarının olduğunu mən düşünürəm ki, valideyndən daha gözəl heç kəs izah edə bilməz. Məncə də fikirləşirəm ki, uşaqlarla pul haqqında danışmaq lazımdır, amma lazımlı olan bir məqam da odur ki, uşaqlara hərdən cib xərcliyi də vermək lazımdır imkan daxilində. Çünki cib xərcliyi uşaqda pulu həm doğru xərcləməyi, həm onunla bağlı yığım etməyi, həm də paylaşmağı öyrədir. Mənə elə gəlir ki, ona görə də bu məsələ çox önəmlidir. İndi uşaqlara cib xərcliyi verməyin də yaxşı müasir üsulları var. Məsələn, çox saylı banklar artıq uşaqlar üçün xüsusi kartlar buraxırlar. O cümlədən ABB-də alfa nəslinin təmsilçiləri üçün alfa kartı buraxıb. Çox gözəl bir alətdir. Yəni, artıq uşaqlara cib xərcliyi ənənəvi qaydada, nağd pul şəklində yox, onun kart hesabına köçürülməklə verilir. Əlbəttə ki, valideyn də tətbiq üzərindən həm də o uşağın xərcləri vəsaiti necə xərclədiyini nəzarətdə saxlayır. Düşünürəm ki, yaxşı bir alətdir. Bəs Ziba xanım, sizcə pulun dəyərini anlatmaq, uşaqlara pulun dəyəri necə anladılmalıdır? Pulun müəyyən bir zəhmət qarşılığında əldə olunduğunu övladlarımıza mütləq izah etməliyik. Belə olduğu halda o xərcləndiyi zamanda düzgün formada xərclənir və gələcəkdə həmin pulun istifadəsi daha düzgün qaydada icra olunur bizim övladlarımız tərəfindən. Mütləq izah olunmalıdır vəsait necə qazanılır və o hansı yolda xərclənsə daha düzgün və daha yararlı olar. Mənim yadıma bu, biz məktəbliykən dərsliyimizdəki bir hekayəni saldı. Adı səhv eləmirəmsə, qazanılmış manat belə bir hekayədir. Çox maraqlı bir mənası vardı, bəli ki. Yəni, o dəmirçi öz oğluna bir gün ərzində pul qazanmağı, bir manat qazanmağı tapşırır bir neçə dəfə. Anası ona o pulu verir, o da heç bir iş görmədən qayıdır və atası o kağız manatı hər dəfə ocağa atır və uşaq o qədər də etina göstərmir, fikirləşir ki, pulu atdısa, yandırdısa da yandırdı. Amma bir gün artıq görür ki, belə davam edə bilməz. Həqiqətən o birinə yük daşıyır, birinə odun yarmaqda kömək eləyir və qəpik quruşlarla bir manat toplayıb gətirir. Artıq atası yenə onu ocağa atanda özü gedib o ocağın içindən pulları çıxarır ki, mən bunu çox böyük zəhmətlə qazanmışam. Doğrudan da bəli, uşaq gənc biləndə ki, pulun arxasında bəlli bir əmək dayanır, məncə daha məsuliyyətlə yanaşmağa başlayır. Ümumiyyətlə, pul məsuliyyət məsələsidir. Bir nümunə də yadıma düşdü. Bunu mərhum mesenat Hacı Zeynalabdin Tağıyevin qızı mərhum Sara xanım xatırlayırdı, onun xatirələrindən oxumuşam. O deyirdi ki, bizə atam pulu birbaşa özü verməzdi, tapşırmışdı iş icraçısına. Biz hər ay mühasibatdan imza ataraq alırdıq. Amma əslində çox ağıllı bir davranışdır ki, öz övladlarına ən düzgün maliyyə savadı verən şəxslərdən biri olub. Məncə də uşaq pulla davranışın ən azı 3 qaydasını bilməlidir. Yığım, xərc, yığım və bir də paylaşmaq. Yığım da burada əlbəttə ki, çox önəmli bir məsələdir. Ümumiyyətlə, siz nə düşünürsünüz? Bunun qaydası necə qəbul edilir? Mən bilirəm ki, bu məsələləri siz araşdırırsınız. Necə
bunlar öyrədilir uşaqlara? Bəli, Yadigar müəllim, dünyada artıq bu praktika var, qəbul olunub. Demək, Money Sense Junior Achievement proqramları var ki, orada uşaqlara təqdim olunan cib xərcliyinin ümumi 3 əsas hissəyə bölünərək xərclənməsi, istifadə olunması var. Save, share və spend. Spend 50%-dir, save 40%-dir, share, yəni sosial məsuliyyəti uşaqlara aşılayan hissəsinə isə 10% ayrılır. Yəni uşaqlara həm düzgün xərcləmə, həm qənaət etmə, həm də öz vəsaitini ehtiyacı olanlarla paylaşma, sosial məsuliyyət hissindən irəli gələrək paylaşma hissəsinə də 10% ayrılır. Düşünürəm ki, bu çox gözəl vəsaiti bir növ paylaşma üsuludur. Uşaqlara da paylaşmanı öyrədir. Eyni zamanda həm özünə xeyirli, həm də ki, cəmiyyətə xeyirli olma qaydasını öyrədir. Ziba xanım, bəzi valideynlər var ki, o düşünür, məsələn, uşaq nə istəyirsə, elə o alınmalıdır ki, qoy hər hansısa bir travma qalmasın, qoy xoşbəxt hiss etsin özünü, amma bəzi valideynlər də hesab edir ki, yox, hər şeyi eyni anda almaq mümkün deyil. İndi siz də bir gənc anasız, övladınızı hansısa alış zamanı seçim qarşısında qoyardınız mı? Məsələn, mağazada o bir neçə oyuncağı eyni vaxtda almaq istəyir, amma siz fikirləşirsiniz ki, yox, bunlardan birini almaq olar. Yəni, bu məsələlərdə, bu məqamlarda necə davranardınız? Son zamanlar məni çox narahat edən bir mövzulardandır. Bəzən analıq hissindən irəli gələrək hər istədiyini alıb ona təqdim etmək istəyirsən ki, tək ki, könlü razı olsun. Amma sonra başa düşürsən ki, məntiqin səndə danışmağa başlayır ki, hər şeyi övladına verməlisənmi? Yəni, yox sözünü öyrətmək lazımdır və bundan irəli gələrək övladımıza izah etməliyik ki, bu vəsaiti sən müəyyən bir formada xərcləməyə öyrənməlisən. Yəni, var vəsait. Bunu ya özünə 2 daha ucuz bir oyuncaq ala bilərsən və ya bir ürəyin çox bəyəndiyi, könlünün çox bəyəndiyi böyük bir oyuncaq da ala bilərsən. Amma bu dilemma hər zaman uşaqlara göstərilməlidir ki, belə bir seçim var. Hər şey hər zaman sənə təqdim olunmayacaq. Çünki bayaq da qeyd etdiyimiz kimi uşaqlara izah etməliyik ki, bu vəsait müəyyən bir zəhmətin qarşılığında təqdim olunub. Ailənin müəyyən bir büdcəsi var və sənin oyuncağın üçün də biz müəyyən bir büdcə ayırmışıq. Bəli, mən sizinlə tam razıyam ki, uşaqlara bu öyrədilməlidir ki, seçim etmək lazımdır. Məncə, burada bir mühüm məqam da var. Uşağa izah etmək lazımdır ki, onun ehtiyacı olan nədir və sadəcə arzuladığı nədir? Çünki bəzən çox arzuladığımız şeylər var ki, bizə onun ehtiyacımız yoxdur. Sadəcə bunu almaq istəyirik və illər əvvəl mən bir məşhur aforizm oxumuşdum və onun fəlsəfəsi düşünürəm ki, çox mühümdür. Ki, əgər bugün sizə lazım olmayan bir şeyləri alırsınızsa, sabah sizə ən lazım olanları sata bilərsiniz. Mənə elə gəlir ki, uşaqlara da bunu çox erkən yaşlardan öyrətmək lazımdır ki, onların həyatı daha rəvan geçsin. Bir də başqa bir məqam var, bu borc məsuliyyəti məsələsi. Onunla bağlı da istəyərdim biraz söhbət edək. Əlbəttə, indi uşaqlar həddi buluğa çatana qədər onların borc götürmək hüququ yoxdur. Bu məsələlərdə təbii ki, qərarı böyüklər verir. Amma mənə elə gəlir ki, erkən yaşlardan uşaqlarda borc məsuliyyəti də aşılanmalıdır. Ən azı belə bir fikir də var da ki, yəni uşaqlar öyüd nəsihətlərdən daha çox böyüklərin davranışlarından öyrənirlər. Yəni onlara necə nümunə yaradır böyüklər öz davranışları ilə, yəni ondan öyrənərək onlar kimi davranmağa başlayırlar. Fikrimcə bu məsələdə də böyüklər çox həssas davranmalıdırlar. Uşağa aşılanmalıdır ki, götürülən, istənilən borc mütləq vaxtında qaytarılmalıdır. Ona görə yox ki, bu bir öhdəlikdir. Onu kimdənsə götürmüsünüz, hansısa fərddən və yaxud hansısa bir maliyyə qurumundan onu qaytarmaq lazımdır. Bu, həm də uşağın gələcəkdə etibar qazanması üçün çox önəmlidir. Çünki etiraf edək ki, yəni hansısa təşkilatdan və yaxud şəxsdən pul götürüb qaytarmayan və yaxud vaxtında qaytarmayan insanlardan hamı mümkün qədər uzaq olmağa çalışır. Ona görə də bu tərbiyədə erkən yaşlardan uşağa aşılansa çox mühümdür. Bunu da bir zəruri məqam kimi istədim diqqətə çatdırım. Bəs Ziba xanım, sizcə bəzi valideynlər olur ki, o uşağın hansısa bir əməyini mükafatlandırır. Necə bilirsiniz, bu doğru davranışdırmı? Belə bir praktika ilə mən də qarşılaşmışam. Təəssüf ki, mənim övladım daha kiçik yaşlarda olduğuna görə mənim praktikamda belə bir məqam yoxdur. Lakin qeyd etdiyimiz kimi əldə olunan vəsaitin zəhmət qarşılığında bizə gəldiyini
uşağa bəlkə də aşılamaq üçün, izah etmək üçün müəyyən ev işləri görərək və hər hansısa bir əl işlərini hazırlayaraq onun qarşılığında çox xırda, simvolik bir vəsaitin uşaqlara təqdim olunması mən düşünürəm ki, məqbuldur. Mənim praktikamda olmasa da dünya praktikasında bu yaşanır və uşaqlar üçün çox ibrətamiz bir praktika ola bilər. O əl işləri məsələsində çox maraqlı bir məqama toxundunuz. Yəni əslində burada sahibkarlıq ruhundan söhbət gedir. Uşağa mənə elə gəlir ki, pul qazanmağın yollarını da öyrətmək lazımdır, düzgün yolla pul qazanmağın. Əl işləri, müəyyən yaradıcı layihələr, yəni startaplar və s. yəni bunun çox yaxşı yollarından ola bilər. Uşağa göstərmək lazımdır ki, pul necə qazanılır, bunun hansı yolları var. O hər zaman, çünki o yeni imkanların axtarışında olacaq, əgər ona bu yollar göstərilsə. Fikrimcə, hər bir uşağın sahibkarlıq ruhu var, valideynlərin onu sadəcə davamlı şəkildə yüksəltməsi lazımdır. Aşkarlaması və yüksəltməsi, bunlar çox mühümdür. Maraqlı məqamlara toxunuruq və indi bir məqamı da sizdən dəqiqləşdirmək istərdim. Şəxsən mən öz praktikam üçün sizdən soruşuram ki, gələcəkdə bunu tətbiq edim yoxsa yox. Sizcə, ailə büdcəsi uşaqlarla müzakirə olunmalıdırmı? Sibah xanım, bu sual mənim yadıma öz uşaqlığımı saldı. Bizim uşaqlığımız 90-cı illərin əvvəllərində çox çətin dövrə düşmüşdü. Yəni bir ictimai-iqtisadi formasiyadan digərinə keçid idi. İnsanlar çaşqın vəziyyətə düşmüşdülər. Əmək haqqları gecikirdi, ailə büdcələrində çox ciddi problemlər yaranırdı və təbii ki, mənim valideynlərim də belə vəziyyət qarşısında çox tez-tez ailənin maddi durumu haqqında danışırdılar, müzakirələr aparırdılar. O həm problemlər dövrü idi, həm də fürsətlər dövrü idi. Əlbəttə ki, o fürsətləri çoxu Sovet ziyalıları idi. Yəni, o fürsətlər necə olmalıdır, sahibkarlıq necə qurulmalıdır və s. çoxu bilmirdi. Yəni, əvvəlki illərin təcrübəsi ilə yaşayırdılar və o müzakirələr bəzən mənə hiss edirdim ki, mənfi təsir göstərir və qayğı ilə yüklüyür. Və o vaxtdan özümə bir söz vermişdim ki, mən gələcəkdə məsələn uşaqların yanında çox ailə büdcəsi haqqında danışmazdım. Amma indi görürəm ki, əslində bu doğru yanaşma deyil. Əlbəttə, uşağı çox yükləmədən ailə büdcəsi haqqında onunla danışmaqda, müəyyən müzakirələr aparmaqda fayda var. Çünki uşaq bilməlidir ki, ailənin gəlir yerləri hardandır, təxminən nə qədərdir, ailənin planları nədən ibarətdir və bu planların içində uşağın təhsili ilə bağlı, uşağın arzuları ilə bağlı məsələlər hansı yeri tutur. Fikirləşirəm ki, burada pis heç nə yoxdur. Yəni, belə müzakirələr aparmaq olar, amma qeyd etdiyim kimi uşağı qayğılarla çox yükləmədən. Çünki uşaq öz uşaqlığını da yaşamalıdır və o illəri ömrünün ən gözəl xatirəsi kimi hər zaman xatırlamalıdır. Razıyam sizinlə Yadigar müəllim və düşünürəm ki, hər bir uşaq bilməlidir ki, həmin planlarda, həmin büdcə planında onun da bir yeri var. Onun təhsili var, onun gələcəkdə, misal üçün, hər hansı bir istirahətə yollanacaqlarsa, yəni ailə büdcəsində onun üçün də ayrılmış bir vəsait var. Əlavə olaraq o hər zaman özü üçün nəsə yeni bir şey istədikdə nəzərə almalıdır ki, bu büdcədə mənə yer ayrılıb, onun müəyyən bir hissəsi artıq istifadə olunub, mənim misal üçün oyuncaqlarım üçün və ya mənim futbol məşğələlərim üçün filan qədər vəsait qalıb. Yəni biz sadəcə olaraq övladımıza yox demirik. Biz izah edirik ki, büdcə artıq ayrılıb, bölüşdürülüb, sən də orada varsan və sənin üçün də ayrılan hissə bu qədərdir. Mən düşünürəm ki, həm bu qədər detallara da getmək çox lazım deyil, amma eyni zamanda uşağa izah etmək lazımdır ki, sadəcə yox deyil. Bu yoxların da əgər yoxdursa, bir səbəbi var. Bəlkə yığım mədəniyyətini öyrətməklə də yaxşı nəticələrə nail olmaq olar. Məsələn, uşağın hansısa bir arzusu var, ona yığımı öyrətməklə o arzusuna çatdırmaq mümkündür. Məsələn, gündəlik xırda ödənişlər etməklə, o vəsaitləri toplamaqla bəlkə bu barədə fikirləriniz necədir? Elə o söhbətimizin əvvəlində qeyd etdiyim kimi, o cib xərcliklərinin 40%-ni yığmaqla, buna 3 car deyirlər də, banka məsələsi, yəni ki, bankalara toplamaqla, yığım etməklə həmin bizim uşaqlarımız öyrənə bilərlər ki, bizə ayrılan cib xərcliyi özü də bizim büdcəmizin bir hissəsidir və eyni zamanda həmin büdcənin bir hissəsindən də biz özümüz üçün 40%-ni yığa bilərik və sonra öz məqsədlərimiz üçün istifadə etmək üçün öz büdcəmizə yenidən bunu geri qaytarmaqla ailəmizin büdcəsinə həm yardım etmiş ola bilərik, həm də ki, öz istəklərimizi özümüz də reallaşdıra bilərik. Məncə bu çox
yaxşı bir yoldur. Çünki uşağı həm özü müstəqil qərar verməyə öyrədəcək, həm məsuliyyətli olmağa, həm də planlı olmağa öyrədəcək. Bunlar da onun gələcəyi üçün çox əhəmiyyətli vərdişlərdir. Bir də Zibə xanım, sizcə uşaqlarla bank mövzusunda söhbət necə faydalı ola bilərmi? Yəni uşaqlar bank, kredit, depozit, investisiya nədir? Hansı yaşlardan bunu öyrənsələr daha yaxşı olar? Mütləq aparılmalıdır. Çünki bilirsiniz ki, bank alətlərindən artıq uşaqlar 7 yaşından etibarən istifadə edirlər. Çünki əgər biz onlara alfa kartı bu yaşdan əldə etmək imkanı yaratmışıqsa, deməli artıq ən minimumu götürsək, bank kartını uşaqlar tanıyırlar. Təbii ki, bank kartından istifadə qaydaları onlara mütləq izah olunmalıdır. Bank kartının hansı məlumatları məxfidir, hansı məlumatlarını biz digər şəxslərlə, kənar şəxslərlə paylaşmamalıyıq. Ümumiyyətlə, bank kartının hər hansı bir məlumatını kimləsə paylaşmağa ehtiyac yoxdur. Hətta bank əməkdaşı belə bizə müraciət etsə ki, bu uşaqlara müraciət etmə ehtimalı çox azdır. Hansı məlumatları bizdən istəyə bilər, hansı məlumatları biz heç bir halda heç bank əməkdaşına belə təqdim etməməliyik. Zibə xanım, bildiyim qədər indi uşaqlara maliyyə, iqtisadiyyat biliklərini öyrədən maraqlı oyunlar, stolüstü oyunlar da var, ondan başqa simulyasiyalar var. Övladınızla belə oyunlardan oynayırsınızmı? Ümumiyyətlə, necə baxırsınız bu cür oyunlara? Çox müsbət yanaşıram, amma şəxsi praktikamda təəssüf ki, hələ çox tezdir belə oyunlar oynamaq. Amma bəli, məsəl üçün bizim uşaqlığımızda da Monopoly oyunu var idi ki, məhz bu cür iqtisadi azadlığı, iqtisadi bilikləri, maliyyə alətlərini öyrənməyə kömək edən stolüstü oyunlar var. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, yəni uşaq üçün çalışmaq lazımdır. Pul həm də həyatın əsas dəyərinə, əsas məqsədinə çevrilməsin. Əlbəttə, pul güclü bir alətdir, amma bizim həyatımızda əsas yeri tutan bir dəyər deyil. Pul bir vasitədir və uşaq da erkən yaşlardan anlamalıdır ki, pulun dəyəri əslində onun çoxluğunda və yaxud azlığında deyil. O pulla nə qədər özü üçün, ictimaiyyət üçün faydalar yarada bilərsə, pulun əsas dəyəri ondadır və ona görə də biz elə söhbət boyu paylaşma mədəniyyətində, sosial məsuliyyət məsələsində xüsusi vurğuladıq. Podkastımız artıq başa çatır. Bizi dinlədiyiniz üçün təşəkkür edirik, əziz izləyicilər. Qlobal Pul Həftəsi uşaqları maliyyə, iqtisadiyyat mövzusunda maarifləndirmək üçün çox gözəl bir fürsətdir. Ümid edirik ki, burada müzakirə etdiyimiz, diqqətə çatdırdığımız məqamlar sizin üçün də, övladlarınız üçün də çox maraqlı olacaq. Çünki bunlar bizim öz fikirlərimiz deyil, uzun illər ərzində bütün dünyada tarix boyu özünü doğrultmuş təcrübələrdir. Və arzu edərdik ki, uşaqların maliyyə, iqtisadiyyat sahəsində, eləcə də ən müxtəlif sahələrdə maarifləndirilməsi təkcə bir həftə ilə tamamlanmasın. Bu, ömür boyu davam edən bir proses olsun. Çünki uşaqlar bizim gələcəyimizdir. Arzuladığımız gələcək onlarla qurulur. Sizə də, övladlarınıza da uğurlar.